Uşaqlar, hər vaxtınız xeyir. Mən Şahin İbrahimovun kitabından sizə ilk testləri vermişdim. 35 test idi. Yoxladıq. Bəzilərinizdə çox, bəzilərinizdə az səhv çıxdı. Amma yenə də ətraflı izah etmək istəyirəm ki, bəzən sualın cavabını uşaqlar düzgün variant tapır, amma üsul düzgün olmur. Ona görə izah etsək daha yaxşı olar. Məsəl üçün birinci sualda fiziki xassələr. Fiziki xassələri biz oxumalıydıq. Zaten kitab 2 hissədən ibarətdir. Bir nəzəriyyə hissəsi var, daha sonra nəzəriyyəyə əsasən test tərtib edilibdir. Baxırıq ki, fiziki xassələr, mən burada bəzilərinin üzərində işarə eləmişəm. Biz demişdik ki, xassələr keçir olur maddə üçün. Fiziki xassələr və kimyəvi xassələr. Fiziki xassəyə aqreqatal idi, rəngi, iyisi, dadı, sıxlığı aid idi. Mütləq yadımızda saxlayaq. Həcm orada yoxdur. Həcm yoxdur. Orada deməli olan nədir? Aqreqatalı, yəni bəlkə də mayedir, qazdır, nədir? Rəngi, iyisi, dadı, qaynama temperaturu olsun və sıxlığı bura aid. Biz də baxırıq birinci aqreqataldır. Ona görə birinciyi doğru götürürük. İkinci rəngidir, götürürük. Hidrogen oksigenlə reaksiyaya daxil olmasaydı, onun kimyəvi xassəsidir. Ona görə onu götürmürük. Çünki hidrogenlə oksigen artıq reaksiyaya daxil olanda yeni bir maddə yaranır. Su yaranır. Ona görə götürmürük. Dördüncü su 100 dərəcədə qaynayır. Bu onun fiziki xassəsidir. H2 laq yumurtayı verir. Bu da onun fiziki xassəsidir. Çünki demişdik qaynama, iyi, aqreqatal, rəng, bunların hamısı fiziki xassələr. Buna görə də 3 olan variantları çıxıb digərlərindən götürək. Deməli cavab A variantı olur. 1, 2, 4 və 5. Keçirik ikinci suala. Aşağıdakı şəkillərdə maddənin aqreqatalları verilmişdir. Biz bildiklərimiz üzərindən gedək. Bilirik ki, molekullar bir-birinə çox sıx yerləşibsə, bərk aqreqataldadır. Biraz aralarında məsafə varsa, maye aqreqatalındadır. Molekullar arasında məsafə çoxdursa, cazibə qüvvəsi yox dərəcəsindədirsə, qaz aqreqatalındadır. Deyir bunlara əsasən və X bərkhaldadır, bəli. Y-in aqreqatalı molekullar arası cazibə qüvvəsindən, Y-in aqreqatalında molekullar arası cazibə qüvvəsi ən böyükdür. Xeyr, molekullar arası cazibə qüvvəsi ən böyük bərkdədir. Ona görə baxın bir-birini cəzb edib necə də möhkəm sıx yerləşiblər. Ona görə 2-ni çıxırıq, 1-i götürürük. Z halında maddə ən böyük həcm tutur. Bəli, qazların həcmi böyük olur. Buna baxsaz, qabın daha çox hissəsini tutub, nəinki digərlərindən. Çünki molekullar arası məsafə böyükdür görə artıq həcmdə çox tutur. Sonra Y maye aqreqatalını əks etdirir. Bu da doğrudur. Ona görə cavab olacaq 1, 3 və 4 Y variantına uyğun gəlir. Üçüncü sualda aşağıdakı maddələrdən hansı otaq temperaturunda bayç aqreqatalındadır? Cibə bilirik otaq temperaturunda mayedir. Bunu çox tez bilirik. Amonyak qaz halındadır. Su mayedir. Karbon dioksiddə CO2 yazılır, karbon qazıdır. Bu da bilirik ki, qaz halındadır. Bütün gün ağzımızdan xaric etdiyimiz maddədir də, bu da qaz halındadır. Bir dənə kükürt adi şəkildə bərk aqreqat haldadır. Dördüncü sual, maddənin aşağıdakı verilmiş aqreqat halları üçün hansı ifadə doğru deyil? Biz baxırıq ki, bunlar bərk aqreqat halı əhatə edir. Çünki molekullar arasında demək olar ki, məsafə heç yoxdur. Bu deməkdir ki, cazibə qüvvəsi ən çoxdur. Ona görə bu bərk aqreqat halı göstərib. Deyir zərrəciklər arasında məsafə yox deyiləcək qədər azdır. Bu doğrudur, amma bizdən doğru deyil soruşur. Ona görə bunu çıxırıq. Molekullar çox sıx yerləşmişdir. Bu da doğrudur, amma bizdən doğru deyil deyir çıxırıq. Sıxlıq ən böyükdür, sıxlıq ən azdır. Sıxlıq baxırıq ki, zaten ən böyük burdadır da üst-üstə yığılıb. Bu da doğrudur, bunu çıxırıq. Sıxlıq ən azdır, yanlışdır. Sıxlıq qazlarda ən az olur. Ona görə yanlış dediyinə bunu götürür. Fikrin özü yanlışdır görə testdə də yanlışa seç deyib görə D-ni götürür. Cazibə qüvvəsi ən böyükdür. Bəli, görün bir-birini necə cəzb edib heç aralarında məsafə demək olar ki, yoxdur. 5-ci aqreqat halının dəyişməsi verilmişdir. Qaz halından bərk aqreqat halına keçibdir. Qazdan baxırıq ki, nəyə keçib? Bəlkə. Sıxlıq neyini deyir ki, aqreqat hal verildi. Və xassələr verib. Sıxlıqdır, molekullar arası məsafədir, həcmdir, molekullar arasında cazibə qüvvəsidir və s. Deyir hansı xassələr verilmiş hal dəyişməsi zamanı artır. Qazdan bərkə keçəndə artan nə olacaqdır? Sıxlıq artar, götürürük. Molekullar arası məsafə azalıb. Baxırıq burada görün molekullar arasında nə qədər məsafə var. Bir molekuldan digərinə görün nə qədər məsafə var. Burada isə heç elə bir şey görünmür. Molekullar arası məsafə artarmı? Xeyr, azalar. Həcmi artarmı? Xeyr. Bir dəqiqə həcm artmır. Qazlarda dedik həcm çoxdur. Molekullar arası cazibə qüvvəsi. Molekullar arası cazibə qüvvəsi artar, doğrudur. Ona görə də doğru cavab olacaq 1, 4. Sonra 6-cı sualda 100 qram civənin həcmi 20 kub olarsa onun sıxlığını hesablayın. Biz sıxlıq üçün belə bir düstur bilirik. Rho bərabər M bölünsün V. Və buradan Rho-nu soruşur bizdən. Sıxlığı Rho bərabər idi. M kütləni 100 qramı bölürük V-yə. Çünki cavabı da bizdə qram bölünsün santimetrin kubundan soruşub görə heç bir dəyişiklik etməyə ehtiyac yoxdur. 100-ü 20-yə böləndə də 5 düşür. Ona görə də cavab asan variantı. Burada səhvələrin yeri biraz dəyişik düşübdür. 7-ci sualda şəkildə A və B maddələrinin qarışdırılması verilmişdir. Buna əsasən görürük ki, A yuxarıda həll olmayandır, B də aşağı hissədədir. Baxanda yağla suya bənzətmək olur, yağ filu suya. Biz də bilirik ki, yağla suda yağın sıxlığı azdır görə üst hissədə qalır, suyun sıxlığı çoxdur görə aşağıda olur. Deyir A və B maddəsi bir-birində həll olmur. Bəli, bunu konkret görürük. Həll olsaydılar bir hərəsi fərqli rəngdə görünərmi? Xeyr, ona görə biri götürürük. A-nın sıxlığı B-nin sıxlığından çoxdur. Xeyr, A-nın sıxlığı çox olsaydı A aşağıda olardı. Həmişə sıxlığı az olan yuxarı hissədə qalır. Yanlışdır. A maye yağ, B isə su ola bilər. Bəli, ola bilər. A yağ olsun, sıxlığı azdır. Çünki B isə sudur, sıxlığı çoxdur görə aşağı hissədə qalır. Doğrudur. B-nin sıxlığı A-nın sıxlığından böyükdür. B-nin sıxlığı bəli böyükdür. Bu da doğrudur. Deməli cavab 1, 3 və 4-dür. Y variantı. 2 qab veribdir. Eyni saf maddələr üçün aşağıdakılardan hansı eynidir deyir. Burada baxırıq ki, eyni saf maddədir. Yəni də ikisi də sudur. Bütün su hər yerdə bilirik ki, qaynama temperaturu neçədir? 100 dərəcə Selsi. Ona görə qaynama temperaturları eynidir. Kütlələri zaten baxırıq ki, fərqlidir, amma sıxlıqları da eynidir. Çünki sıxlıq deyəndə bir su molekulu, əsas məsələ aqreqat hallardır. Baxırıq ki, ikisi də su maye haldadır. Maye halda da sıxlıqlar təbii ki, eyni olacaq. Cavab da 2, 3. 9-cu sual. Biz kuboidinin D kütləsi 267,6 qram olarsa onun sıxlığını hesablayın. Birinci biz nəyi bilirik? Sıxlıq hesablayanda Rho bərabər M bölək V düsturundan istifadə edirik. Burada M-mizi bilirik 267,6, amma V-mizi bilmirik. V-ni necə tapa bilərik? Kubun düsturundan. Kublar üçün V bərabərdir. A vuraq A-dır. Yəni 3 tərəfin hasili. Yəni 5 vuraq 2 vuraq 3. O da eləyir 30. Deməli 267,6-yı
Bölürəm 30-a. Burada da deyəsə 8,92 düşürdü deyəsən A variantı. Hesablamada səhv etsəm, özünüz yenə də bölərsiniz. Sonra 10-cu sual. Aqreqat hal dəyişməsi verilmişdir. Baxırıq ki, burada molekullar daha yaxın imiş, daha az keçib. Yəni deyə bilərik mayedən qaza keçib. Sıxlıq artıbmı? Xeyr, sıxlıq azalıbdır. Həcm azalır? Xeyr, həcm verilmişdir. Hansı ifadə doğrudur? Sıxlıq artıb, yanlışdır. Həcm azalıb, yanlışdır. Çünki görürük həcm zaten artıb, bayaqdan bura qədər tuturdusa, indi buna baxın, biri də burdadır. Həcm artıb. Molekullar arası məsafə artıb. Bəli, onu görürük. Bayaq burada azsaydı. İndi baxın görün molekullar arası məsafə, bir molekulla digər molekullar arasında məsafə nə qədər artıbdır. Bunu götürürük. Molekullar arası cazibə qüvvəsi azalır. Cazibə qüvvəsi azalır ki, molekullar bir-birindən bu qədər uzaqlaşıb da cəzb etmə olarsa, onlar bir-birinə daha da yaxın yerləşər. Ona görə də cavab 3-4-dür B variantı. 11-ci sualda. 11-ci sual kimi tezlərə biraz diqqət etmək lazımdır. Mən burada bəlkə bütün yazıları silim ya da bir dənə not dəftərini not oluşdurum. Bu hissədə bir dənə sizin üçün balaca izah edeyim. Bizə deməli x veribdir, y veribdir, z veribdir. Biz belə suallarda mütləq ədəd oxu çəkməliyik. X üçün ədəd oxu çəksək, bura yazırıq -10, digərinə yazırıq -50. Baxırıq ki, bu həmişə bilməliyik ki, -10 əgər ərimə temperaturdursa, -50 də qaynama temperaturdursa, ərimə ilə qaynama arasında maddə maye aqreqat halında olur. Əgər ərimədən kiçikdirsə, bərk aqreqat halında olur. Qaynamadan böyükdürsə, qaz aqreqat halında olur. Y üçün ədəd oxu çəkirəm, -20, bir də -70. Z üçün çəkirəm və bilirəm ki, zaten bu tərəf artıq mayedir. Bu bərk aqreqat halında olacaq, bu da qaz. Burada da -7 və -120'dir. Burada maye, burada bərk, bu hissə də qaz olacaq. Verilmiş maddələrdən hansılar -6-da bərk? -6-da bərk olacaq. Bu -6-da bərk olmayacaq x. X-i ona görə gəlin çıxaq. Rəng seçək fərqli. X-i çıxdıq. Bunu seçmişəm. Niyə qırmızı? Bu tərəfdəkində dəyişməliyim. X-i çıxırıq. Niyə? Çünki x-in -6-sı buralara bir yerə düşəcək. Elə deyil, mədə toxunda -10, sonra -9, -8, 0, sonra da -6 gəlir. Bura 0 imiş də, burada -6 imiş. Məsəl üçün, ortaya düşür. X həmin aqreqat halında artıq maye olacaq. Amma deyib bərk olsun. X-i çıxdıq. Getirik y. Y -6-sı bəli bu tərəfə düşür. Buralarda bir yerlərdə -6 var. Y bərkdir, doğrudur. Z də bərk olacaq. Çünki -7-dən əvvəl -1-dən 6 var imiş. O da bu tərəfə düşdüyünə görə bərk sayılır. Y də Z də bərkdir. Görə ikinci şərtimizdə nə deyilir? -80 dərəcədə qaz halındadır. -80 dərəcədə Y, -80 buralara düşdüyünə görə bəli qaz halındadır. Y tamamilə şərtimizi ödəyir. Amma Z də -80 120-dən əvvəllərə maye olan hissələrə düşəcəyinə görə artıq bu maye aqreqat halındadır. Birinci şərt ödənsə də Z-də ikinci şərt ödənmir çıxılır. Doğru cavab da yalnız Y-dir. B variantı. Keçirik. 12-ci sualda eyni bu şəkildədir. 12-ci sualda sizin üçün yazın. Deməli, bu dəfə də qrafik çəkək. X üçün, Y üçün. X üçün çəkirəm. -10, bir də -50. Biz də bilirik axı bu aralıq nədir? Maye. Bu tərəf olsa qaz. -10-dan kiçikdirsə bəlkə acı qışda bilənir mi? Hava soyuqlaşdığına görə, temperaturun dərəcəsi aşağı düşdüyünə görə su necə aqreqat halına keçir? Bu salına, yəni bərk halına keçir. Düzdür, su istisnadır sıxlıq cəhətdən, amma aqreqat hal olaraq bərkə keçir. Sonra keçirik Y-ə. Gərək bu dərsin nəzəriyyəsini də danışıb dərs kimi hazırlayaydım. Onda daha gözəl tezlərdə bilərdik. -70. Biz də bilirik bura yenə mayedir, bura bərkdir, bu hissə qazdır. Sonra Z üçün qrafik çəkirik. İmtahanda da belə bir sual düşsə, deməyin ki, ay vaxtım gedir və s. Ədəd oxunu çəksəz daha doğru cavab alma ehtimalınız böyük olur. Deyir hansı adi şəraitdə kükürt dili ilə aqreqat haldadır? Kükürt adi şəraitdə kükürt S yazılırdı bilirik. Latincada sulfur idi və aqreqat halı bərk idi. Deyir hansı adi şəraitdə? Adi şəraitdə uşaqlar adi şərait. Yəni otaq temperaturu nəzərdə tutulur. Burada 20 və ya da 21 dərəcə Selsi nəzərdə tutulur. Bu hissəni biraz qırmızı göstərək. Çünki adi şərait deyəndə hətta bəzən bunu 0 dərəcədə götürürlər. 0 dərəcə adi şərait deyil. Yəni 20 dərəcədə bərk aqreqat halında olsun. Bu da görürük -5-dən əvvəl -4 falan yerləşibdi azalma. Yəni bu Z dəqiq deyil. Z artıq -20 buralarda bir yerdə olacaq görə maye aqreqat halındadır. Y amma ola bilər çünki -130-dan əvvəl -20 haralardasa bir yerdə yerləşmiş ola bilər ön hissədə. Ona görə Y bərk haldadır. Bizdən də kükürt dilinin aqreqat halda, yəni bərk olsun. Y-i götürürük. -10-dan sonra gəlib buralara yenə bir -20 düşür. X də maye aqreqat halındadır. Baxın maye olan hissəyə düşür -20. Z-də də -20 maye olan hissəyə düşür. Görə bunları götürmürük. Bizə götürdüyümüz oldu. Y doğru cavab. Yalnız Y B variantıdır. 12-ci sualdan sonra bir dəqiqə mən buradan çıxmalıyam. Sonra baxırıq 13-cü suala. 12-ci sualı bitirdiyimizə görə 13-cü suala. 13-cü sualda bunu biraz da fərqli rənglərdən istifadə edək, sıxılmayasınız. Deməli Porschedir. Porschenin siz ən çox royalda gördüyünüz şprislər olur da. Şprisin içərisi o basanda şpris yuxarı aşağı enir. Onu Porsche kimi düşünə bilərsiniz. Porschenin vəziyyəti şəkildəki kimi dəyişdikdə, yəni sıxlıq burada nə olur uşaqlar? Artır da. Elə bilin ki, avtobusdasınız. Çoxlu adamlar var. Axırda adam sayı artır deyə burada və ya da avtobus əvvəlcə böyük bir avtobusla gedirdik, sonra deyək maşınımız xarab oldu. Kiçiyinə keçmişik. Nə olur burada? Sıxlaşma olacaqdı da, sıxlıq artır.
Həcm artırmı? Xeyr, daha da həcmimiz azalıb ki, həcm nədir? Yəni ölçüsü. Ölçüsü azalıb ki, burada bir sıxlaşmaya ehtiyac duyulubdur. Bu yanlışdır. Qazın sıxlıq artır, doğru oldu. Həcm azalır. Qazın kütləsi azalır. Xeyr, qazın kütləsində heç bir dəyişiklik olmur. Biz mindiyimiz marşrutda sıxlaşdıqca çəkimiz azalırmı? Ya da artırmı? Qazın kütləsində dəyişiklik olmur. Maşının kütləsində dəyişiklik ola bilər. Yəni bu porşenlərdə dəyişiklik ola bilər. Amma bizim kütləmizdə heç bir dəyişiklik olmur. Qazın kütləsi dəyişmir. Molekular arası məsafə azalır. Bəli, buna baxın molekular görün bayaq nə qədər idi buradan bura, amma burada artıq molekular arası məsafə daha azdır. Bu da doğrudur. Sıxlıq artır, həcm bir də 4 doğru oldu, eləmi? 1, 4 doğrudur, C variantı. Keçirik 14-cü suala. X, Y və Z mayeləri bir-birində həll olunur. Sıxlıqları müqayisə edib ki, Z-in sıxlığı ən böyükdür. Sıxlıq ən böyükdürsə deməli Z neyləyəcək? Ən aşağıda yerləşəcək. Biz dedik axı sıxlığı nə qədər çoxdursa, suyun içinə dəmir tullayırıq, dəmir batır. Niyə? Dəmir çünki sudan daha ağırdır, sıxlığı daha çoxdur. Ona görə Z-in sıxlığı ən böyükdürsə Z ən aşağıda yerləşəcək. Sonra Y-dirsə Y biraz, ən yüngülü də X-dırsa sıxlıqla kütlə eyni şeydir. Sıxlığı az olan ən üstdə qalır. Belə bir variant hardadır? Z-dən aşağıda Y. A variantı doğru cavabdır. 15-ci suala keçirik. Verilmiş yenə eyni şeyi etməliyik. Cədvələ əsasən ərimə qaynama temperaturları. X hansı temperaturda X maddəsi qazdır? Müsbət 110 qaynamadırsa ondan böyük olanda, çünki mənfi 10 ilə 110 arası maye aqreqat haldadır. Mənfi 10 ilə kiçik olsaydı bərk olacaqdı. Müsbət 110-dan böyükdürsə qaz halındadır. Müsbət 110-dan böyük də yalnız D variantında var. Müsbət 120. 16-cı suala baxırıq. Yenə ədəd oxu ver. Hansı temperatur aralığında X-in aqreqat halı dəyişir? X-in aqreqat halı dəyişir. Mənfi 15-dən gərək kiçik olsun ya da müsbət 60-dan böyük olsun. Y-in aqreqat halı isə dəyişmir. Y-in aqreqat halı da yəni 25 ilə 75 arası variantlara baxaq. 25 ilə 75 arası. 30 da 25 ilə 75 arasıdır. Aqreqat halı dəyişmir. X üçün çəkək. Mənfi 15, bir də müsbət 60. Y üçün də müsbət 25, müsbət 75. Baxırıq ki, A variantında mənfi 17 olsa, mənfi 17-dən müsbət 19-a dəyişəcəkdir, bərkdən qaza keçəcək. X şərt ödəndi. Amma deyir, Y-inki dəyişməsin. Y-inki də A variantında mənfi 17 bu tərəflərdə olacaq, mənfi 19 elə dəyişməyəcək, bərk aqreqat halında da qalar. Ona görə deyəsən, karbon adi aqreqat halı ilə eynidir, yəni bərkdə. Y-in halı dəyişmir və karbonun aqreqat halı ilə karbon da bərkdir görə, bu da həqiqətən də mənfi 17-də. Bu tərəflərdə yerləşəcək, mənfi 17-də. Müsbət 19-da bu tərəflərdə yerləşəcək. Yəni bu tərəfdə demişdik, bərkə uyğun idi, bura mayeyə. Digər tərəf isə qaza uyğundur. Burada da maye, bərk, burada qaz. Deyir X də dəyişməsin. X də mənfi 17-də, mənfi 17 dəyişsin deyir. Mənfi 17 bu tərəfə düşəcək. Müsbət 19 da bu tərəfə düşəcək. Burada da dəyişəcək də, bərkdə mayeyə keçəcək. Şərtlərimizi ödəyən elə A variantıdır. Digər variantlarda özünüz baxa bilərsiniz. Müsbət 30 ilə müsbət 70 arasında Y-in aqreqat halı dəyişmir və maye aqreqat halında olur. Amma karbon bərk aqreqat haldadır. Adi şərait ona görə B variantı gedir. C variantında müsbət 26 ilə mənfi 8, müsbət 26 ilə mənfi 8 arasında Y-in aqreqat halı dəyişir, mayedən bərkə keçir, bu şərt ödənir. Amma müsbət 26 ilə bu zaman X də dəyişir. X da müsbət 26-dan mənfi 8-ə keçəndə bərkdən mayedən bərkə keçir. Yəni amma deyirdik axı X-in aqreqat halı dəyişsin, Y-in aqreqat halı dəyişməsin. Burada Y-in aqreqat halı dəyişir görə C variantı da gedir. Y variantı mənfi 10-dan müsbət 12-dir. Mənfi 10 bu tərəfdə olacaq, müsbət 12 bu tərəfdə olacaq. Y dəyişəcək bəlkə də mayeyə, amma X dəyişəcək, amma Y də dəyişəcək. Yəni sualı çaşdırmaq istəmirəm, özünüz variantlar üzərində işləsəz qanunlara əsasən taparsınız. Doğru cavabımız da A variantıdır. A variantında izah etdim niyə. Sonra keçək 17-ci suala. Otaq temperaturunda bərk haldadır. Bizə bu göstərilən aşağıdakı A bunun ərimə temperaturudur. Ərimə. Yuxarıdakı 120 isə qaynama temperaturudur. Qaynama. Otaq temperaturunda otaq temperaturu bilirik müsbət 20 ya da 21. Bərk halda olan saf X maddəsinin temperaturunun zamandan asılı qrafiki verilmişdir. X maddəsi əlimizdə saxladıqda əriməyə başlayır. Buna əsasən X maddəsinin 39 dərəcə əlimizdə saxlayırıqsa bizim bədən temperaturumuz 36-37-dir. 37-də o əriməyə başlayır. 39 dərəcədən 140 dərəcəyə qədər qızdırdıqda aqreqat hal dəyişməsini müəyyən edin. Əriməyə başlayıbsa, deməli 39 ilə 140-a qədər qızdırdıqda aqreqat hal dəyişməz. Bu 120-dən sonra 140 buralarda bir şey olacaq. Deməli qaz aqreqat halındadır. Əlimizdə əriməyə başlayırsa, 39-da da maye imiş. Aqreqat halı olaraq da mayədən qaza keçəcəkdir. 18-ci sual verilmiş maddələrdən hansı adi şəraitdə aqreqat halı fərqlidir? Mis bərk aqreqat haldadır, karbon adi şəraitdə bərkdir, silisium qumun tərkibli bərkdir, kalium metal bərkdir, bircə xlor qazdır. Ona görə D variantına uyğun gəlir. 18-ci sualdan sonra biz tapmalıyıq. 18-ci sual idi yoxsa? 18, 19-cu sual. Aşağıdakı şəkildə su molekullarının quruluşu verilibdir. Biz bilirik ki, nizamlı quruluş bərk aqreqat halıdır. Biraz xaotikdirsə mayedir, uzaqdırsa qaz aqreqat halındadır. Ona görə də bərk, maye, qaz C variantına uyğun gəlir. Birlikdə bərk maddələr nizamlı quruluşdadır. Biraz adam çaşdırır ki, burada daha sıxdır. Xeyr, sıx olsa da ən əsası bərk maddələr üçün nizamlı quruluşdur. Sonra 20-ci sual cədvələ əsasən bir-birində həll olmayan X, Y və Z maddələrinin qarşılığından alınan qarşılığı. Biz burada buna əsasən sıxlığı müəyyən edəcəyik və bilirik ki, sıxlığı ən çox olan aşağıda yerləşir, ən az olan isə yuxarıda üstdə qalır. Biz bilməliyik ki, hansı X hansı. Deməli, rho bərabər idi nəyə? M bölünsün V-yə bu düsturda bir yerinə qoyuruq. 24-ü 20-yə bölsək təxmini 1,2 düşər. Yazaq rho X üçün. Sonra rho X deməli nəyə deyirik? Elə burada da yazılır. 1,2 düşür. Burada 21-i 30-a böləndə 0,7 düşür. Burada da 50-ni 50-yə bölürsən 1 düşür. Hansının sıxlığı böyükdür? 1,2. Deməli X ən aşağıda yerləşəcəkdir. Sonra Z yerləşəcək. Ən yüngül olan isə Y-dir. Ona görə cavab Y ən yuxarıda, Z ortada C variantına uyğun gəlir. Sonra 21-ci sualda verilmiş maddələrə əsasən ərimə temperaturu yenə X maddəsidir. Yenə bir ədəd oxu çəkirik. Bura yazırıq -5, bura yazırıq müsbət 70. Temperaturunda X maddəsinin aqreqat adi şəraitdə olan bromun. Brom bilirdik ki, bu yazılırdı və maye aqreqat halındaydı. Yəni deyir, -5 ilə müsbət 70 arasında bu maddə hansı aqreqat halda olur? Maye. İndi baxaq hansı -5 ilə müsbət 70-in arasında yerləşir. -20 orada mı yerləşir? Xeyr, -20 bu tərəflərdə yerləşəcək. Biri tuluyuruq ki, 0 buralarda bir yerdə yerləşəcək. -ilə müsbət arasında.
2-ni götürürük. Elə burada da işarələnib. Üssü götürürük müsbət 15. Bəli, bu aralıqda yerləşir. Müsbət 80 xeyir bu tərəfdə yerləşəcək. Qaz olacaq götürmürük. Bizə çünki bromdan eyni aqreqat halı olsun. Mənfi 8 digər tərəfdə yerləşəcək. Bərk olacaq götürmürük. Bir də müsbət 45 bəli o da buralarda yerləşəcək. Və maye aqreqat haldadır. Ona görə də 2, 3, 6 variantlarını götürürük. A variantına uyğun gəlir. 22-ci sualda yenə deyirik ki, nədir? Bura qaynama temperaturudur qaynama. Qaynamadan böyükdürsə olacaq qaz. Bura deyirik ərimədir. Ərimədən aşağıdırsa olacaq bərk. Qaynama ilə ərimə arası olur maye. Qrafikdə X maddəsinin temperatur dəyişməsinin zamandan asılı qrafikin 5 dərəcədə əriməyə başlayır, doğrudur. 100 dərəcədə maye haldadır, bəli. 100 dərəcə 5 ilə 120-nin arasında yerləşirsə, həmin aqreqat halda demişdik mayedir, doğrudur. 3-cü sualda 120-də qaynamağa başlayır, bu da doğrudur. Mənfi 10-dan müsbət 70-ə qədər artarsa temperatur, mənfi 10 tərəfə artarsa, moleküllər arası cazibə qüvvəsi artar. Xeyr, o müsbət 70-ə getdikcə aqreqat hal olaraq mayeyə keçir. Bəlkə də mayeyə keçirsə, moleküllər arası cazibə qüvvəsi daha da azalır. Ən qüvvətli olan elə bərk aqreqat halıdır da. Burada daha sıx yerləşir. Doğru cavab 1, 2, 3. Doğrumuz aşırdı. Ona görə C variantına uyğun gəlir. Burada 23-cü sual. 23-cü sualda aşağıdakı şəkillərdə suyun aqreqat hal dəyişməsi verilmişdir. Burada diqqət etməliyik ki, istisna halda su. Suda rho mayenin sıxlığı böyükdür rho bərkin sıxlığından, o da böyükdür rho qazdan. İndi izah edək niyə? Bu əslində təbiət üçün çox yararlı bir hal olubdur. Biz görürük ki, qışda su donur, buz üstdə qalır. Biz də deyirik nə yüngüldürsə o üst hissədə qalır. Ona görə suyun sıxlığı, buzun sıxlığı maye suyun sıxlığından daha azdır, üstdə qalır. Bu da canlıların yaşaması üçün əlverişlidir. Yoxsa qışda əgər suyun aşağı qatları tamamilə donsaydı, suda canlılar qalmazdı, hamısı məhv olardı. Bu istisna halı yadımızda saxlayırıq. Bu təkcə su üçün belədir. Digərləri üçün rho sıxlıq bərk üçün böyükdür rho mayədən, o da böyükdür rho qazdan. Digərləri üçün hamısı üçün belədir. Bizdə su üçün istisna hal belədir. İndi baxırıq, deyir suyun aqreqat hal dəyişməsi verilibdir. Bu bilirik ki, nədir? Buludlar. Bulud kimi görünür, yəni buxar aqreqat buxardır, yəni qazdır. Bu gözümüzlə görürük elə maye sudur. Bu da bərk buzdur. Yuxarıda verilmiş, özü də qeyd edib ki, suyun aqreqat halı. Hansı keçiddə sıxlıq artır? Biz də bildik ki, sıxlıq bir buzdan mayeye keçəndə artacaq. Çünki demişdik istisnalı maye sıxlığı daha çoxdur. Yəni K-da artar. Sonra sıxlıq qazdan mayeye keçəndə artar. Maye hal ən böyük daxı qazdan mayeye keçəndə artar. Bir də qazdan buza keçsək sıxlığımız artar. Ona görə də cavab YT və K-dır. Y, T və K C variantına uyğun gəlir. 24-cü sualda yenə suyun aqreqat halda hansı dəyişməsidir? Moleküllər arası məsafə bayaqdan nə deyirdi? Sıxlıq artar, bəli düz tapdı. Keçiddə moleküllər arası məsafə artar. Məsafə artarsa, yəni getdikcə qaza keçməliyik də. Yəni moleküllər arası məsafə artırsa sıxlıq azalır. İndi baxırıq ki, hansında sıxlıq azalır? Z-də sıxlıq azalır. Mayədən buxara keçmişik. F-də sıxlıq azalır. Çünki demişdik ki, maye hal suda sıxlıq daha çoxdur ki, buz suyun üstündə qalır. Buz daha yüngüldür. Ona görə F-i götürür. Bir də sıxlıq harda azalır? X-də azalır. Biz buzdan qaz halına keçəndə moleküllər arası məsafə daha da artır qaz halında və sıxlıq azalır. Ona görə cavab Z, F və X-də. Z, F, X. Z, F, X hardadır? İnşallah düz götürdüm. Məsafə artır. X-də artır. Z-də artır. X, Z. Bir də F A variantı doğru cavabdır. Sonra 25-ci sualda. 25-ci sualda X halına keçdikdə sıxlıq artır. Qruplaşdırmalıyıq. X-a nə uyğundur? X baxırıq ki, hansı maddəymiş? Töküldüyü qabın formasını alıbsa mayeymiş, maye. Qabın formasını almaq suya xüsusiyyət. Bərk haldadısa bu da elə bərkdir. Moleküllər arası məsafə böyükdürsə bu da qazdır. X halına keçdikdə sıxlıq artır. X halına keçdikdə sıxlıq artır. Bu Z-ə uyğun gəlir. Çünki Z yox Z. Y X halına keçdikdə sıxlığı artır. Bu Y-ə uyğundur. A Y-ə uyğundur. Molekulları nizamlı düzülmüş. Biz dedik nizamlı düzülüş kimlərə aiddir? Bərklərə. B Z-ə uyğundur. Sonra içərisində qabın formasını alır. İçərisindəki qabın formasını almaq mayəyə aiddir. Mayəni biz nə tər qaba tökürük, o formada da olur. ZX aid. Müəyyən forması vardır uşaqlar. Müəyyən forması bərk maddənin müəyyən bir forması olur. Qazı və ya da mayəni dedik, axı istədiyimiz formaya sala bilərik. Burada yazırıq D. Helium argon misallı göstərmək olar. Yəni qaz halındadırsa Y aid olar da. Y qazdırsa, helium da argon da qazdırsa misal göstərmək olar. Deyir civəni, bromu misal göstərmək olar. Civə brom maye haldadır. Maye halda X-ə uyğun götürmüşük görə F. O da elə A variantına uyğun gəlir. C, F, A, Y və B-dir. Deməli, nə yadımıza salmalıyıq? Əgər qabın formasını alırsa mayedir, nizamlı düzülüşdürsə bərkdir. Yox, moleküllər arası məsafə böyükdürsə, bu da qaz halında aqreqat halı göstərir. Müəyyən forması olmaq bərk maddələrə aiddir. İçərisindəki qabın formasını almaq mayelərə aiddir. Nizamlı düzülüş bərklərə aiddir. Helium argon qaz halındadır, civə brom maye haldadır. Keçirik 26-cı suala. Adi şəraitdə maye halda olan maddələr müəyyən edin. Civə adi şəraitdə yeganə metaldır ki, maye haldadır. Oksigen qaz halındadır, flüor qaz halındadır, xlor qaz halındadır. Almaz qrafitin karbon alotropik şəkil dəyişmələri bərk aqreqat haldadır. Brom isə mayedir. Bizdən də maye soruşduğuna görə yalnız 1 və 5. Sonra 26-dan sonra 31. 31-ci sual adama çox böyük və yorucu görünür. Amma başlayaq izahlarımıza. Görürük ki, 30-cu üçün bax bu hissə də artıq başlayır bu hissələrdə əriməyə. Daha sonra bu hissələrdə qaynamaqdır. Burada da bir dəqiqə biraz aşağıdan getməliydim 60-dan. Burada qaynayır, burada isə əriyir. Bu birinci üçündür. Üstündə izah eləmək də biraz əslində çətin olur. İkinci üçün biz əsas bu sınma nöqtələrini yadımızda saxlamalıyıq. Bu 50-də hələ əriməyə başlayır, ərimə. 50-də əriyir, amma 70-də qaynayır. Yəni ərimə ilə qaynama arasında maye aqreqat halındadır. Digərini də bənövşəyi rəngdə göstərək. Bu da 60-da başlayıb əriməyə, 80-də başlayacaq hələ qaynama.
Neyse bunu yazıram ki siz o qırılma xəttlərini biləsiniz ki, bunlar ərimə qaynamanı göstərir. Yuxarıdakı qrafikdə sabit təzyiqdə müxtəlif maddələrin temperaturunun zamandan asılı qrafiki verilmişdir. Deyir 8-ci dəqiqədə hər üç maddənin aqreqat halı indi 8-ci dəqiqə buralara düşür də, bax buralara. 8-cidə baxırıq ki, hamısında hələ ərimə filan heç bir sınma baş verməyibdir. Üstünü bunun bəlkə silim. 8 sualları dedikcə üstündə izah edir. 8-ci dəqiqə bax 5-10 bura zamanı dəqiqəni göstərir. Ona görə qrafikin bu hissəsinə baxıram. Burada 8-ci dəqiqədə heç bir sınma olmayıb. Çünki bunda sınma burdadır. Bunda bu hissədədir və bu hissədə, bunda da bu hissədədir. Yəni hələ ki sınmaya heç aslında çatmayıbmış. Ona görə hər üçü eyni aqreqat halda bərkdir. Bu doğrudur. Bizdən də səhvi soruşur. 73-cü dərəcə Selsidə birinci və ikinci maddələr qazdır. 73-də 73 və buralara düşür. Burada baxırıq ki, bu harda qaz olacaq. Bax, bura qaynama temperaturudur. Bu birinci sınma nöqtəsi. Ərimə temperaturudur. Bax, bu birinci ərimədir. Bura qaynama olubdur bunda. Qaynayandan biraz yuxarı 70-də qaynayıbsa, bəli, 72-də qaz halındadır. Doğrudur. Bir də baxıram bu birisinə. Bu birisində də bu nöqtə olacaq ərimə. Hələ bunun qaynaması 80-dən sonradır. Yəni 80-dən sonra bu qaza çevriləcək. Bu birisi də 60-da artıq baxırıq ki, 30 dərəcədə hələ əriməyə başlayıbmış. 30 ilə 60 arasında bu maye aqreqat halında olubdur. Çünki ərimə ilə qaynama arasında maddə maye aqreqat halında olur. Sonra 60-dan sonra artıq nəyə keçəcəkdir? Qaza. Amma ikinci 50 dərəcədə olub. Deməli 50 ilə 70 arasında olub maye aqreqat halında maye. Bu birisi də 60 ilə 80 arasında mayedir. Neyse biraz çaşdırıcı kimi görünür. Ya mayədən sonra da bu da qaz olacaqdır, bu da burada qaz olacaq və s. İndi deyir ki, 73-cü dəqiqədə birinci və ikinci maddələr qaz halındadır. Bəli, bu baxıram ki, 60-dan yuxarı olanda qaz olub, digəri də 70-dən sonra qaz olub. 72-də deməli qaz imiş. Bu da 60 neçədən sonra zaten qazdırsa 72-də də qaz aqreqat halında olub. Ona görə 1 ilə 2 qaz aqreqat halındaymış, doğrudur. 3 isə maye haldadır. Bəli, 3 hələ 72-də, 60-dan sonra 70, düz 80-ə qədər maye aqreqat halında olur. 80-dən sonra qaza keçəcəkdir. Bu da doğrudur. Biz də doğruları götürməyəcəyik. 65 dərəcə Selsidə moleküllər arası məsafə ən böyük olan 1-dir. 65 buralardadır. Buralarda bəli, bircə dənə birinci olan qaz halındadır və qaz halında da deyirik moleküllər arası məsafə ən böyük. Amma hələ ikinci də, üçüncü də maye aqreqat halındaymış, amma artıq birinci qab qaz aqreqat halındaymış və birinci moleküllər arası məsafəsi ən böyükdür, doğrudur. İkinci maddənin qaynamağa başladığı temperaturda birinci maddə qaz halında olur. İkinci maddənin qaynamağa başladığı temperatur buradır, 50 dərəcə. 50 dərəcədə də temperaturda birinci maddə qazdır. Xeyr, 50 dərəcədə bir dəqiqə nəyə başladı? İkinci maddənin qaynamağa, bu əriməyə başlayıb. Qaynamağa başlayıb 70-də. 70-də bəli, birinci maddə qaz aqreqat halındaymış. Buradan aşağıda yerləşir bura. Bəli, bu temperaturda artıq bu qaz aqreqat halındaymış. Üçüncü maddə isə maye aqreqat halındadır. Üçüncü maddə bunun qaynamağa başladığı temperaturda, bəli, bu da maye aqreqat halındadır. Maddə doğrudur. Sonra ikinci maddə ərimə temperaturu ən azdır. İkinci maddənin ərimə temperaturu burdadır 50-dir. Amma birinci maddənin ərimə temperaturu birinci sınma həmişə ərimədir, ikinci qaynama. Xeyr, bunu səhv deyir. Çünki ikinci maddənin yox, birinci maddənin ərimə temperaturu baxılan 30-dur. Amma ikinci maddənin ərimə temperaturu bu sındığı nöqtə 50-dir. Ən kiçik olan 2 yox, 1-dir. Ona görə Y bizdən səhvi soruşur, elə Y variantı da səhvdir. Sonra 32-ci sual. Maddə aqreqat halının dəyişməsi aşağıdakılardan hansı həmişə dəyişmir? Maddənin aqreqat halı dəyişsə də 3 qabdır. Birində verilib maye, birində verilib bərk, məsələn, birində verilib qaz. Su bərk halda da H2-dur. Qaz halında da H2-dur. Bərk halda da, maye halda da, qaz halında da hamısı H2-dur. Amerikada da tapsaz H2-dur. Almaniyada da tapsaz, Azərbaycanda da tapsaz H2-dur. Yəni aqreqat hal dəyişməsi tərkibə təsir etmir. Amma moleküllər arası cəzb etməyə təsir edir. Bəli, çünki bərk halda cəzb etmə daha çoxdur, qaz halında cəzb etmə çox zəifdir. Sıxılığa gəldikdə bərk halda daha çoxdur, qaz halında daha azdır. Həcmə gəldikdə qaz halının həcmi daha çoxdur. Moleküllər arası məsafə qaz halında daha çoxdur. Ona görə aqreqat hal dəyişməsi yalnız tərkibə təsir etmir. Ona görə də götürürük 5-i Y variantı. Sonra keçirik 33-cü suala. Hansı element adi şəraitdə maye haldadır? 2 atomlu molekul əmələ gətirir, həm maye halda olsun. Həm 2 atomlu molekul əmələ gətirsin, həm də alotropik şəkil dəyişməsi olmasın. Civəyə baxırıq. Civə adi halda mayedir, amma 1 atomlu bəs maddə əmələ gətirir metallar. Ona görə civə variantı getdi. Sonra gələk yaxşı kükürdə. Kükürd S8-dir. 1 yox, 2 yox, 8 atomlu bəs maddə əmələ gətirir. Alotropik şəkil dəyişməsi yoxdur deyil var. Ona görə D variantı da getdi. Kükürdün 2 alotropik şəkil dəyişməsi var idi. Kristallik və plastik. Oksigen alotropik şəkil dəyişməsi var görə getdi. Eyni zamanda oksigen həm də OH ozon əmələ gətirir 3 atomlu və qaz halındadır. Görə çıxılır. Xlor yenə qaz halındadır. 2 atomlu bəs maddə əmələ gətirir. Həm aqreqat hal uyğun deyil, həm də alotropik şəkil dəyişməsi yoxdur. Ona görə getdi. Bircə brom uyğundur. Çünki brom həm maye haldadır, həm brom 2 yazılır. Həm də alotropik şəkil dəyişməsi yoxdur. 34-cü suala baxırıq. Yenə eyni qrafiki çəkməliyik. Müsbət 25 x üçün çəkək. X deməli müsbət 40-dır. Bir də müsbət 260-dır. Bu arasında nədir? Maye. Belə bərk, bu tərəfə qaz. Keçirik Y-ə. Y-i oradan silin, bəlkə biraz aşağıdan çəkim aydın olsun. Bu da keçək Y. Y-də də -20, müsbət 70. -20, müsbət 70. Buralardan da Z-i çəkək, daha qarışıq olsa da. Z də -40, bir də müsbət 20. Deyir hansı müsbət 25 aqreqat halını müəyyən edir. Müsbət 25 Z üçün bu tərəfdə yerləşəcək. Bu tərəfdə də yerləşirsə deməli nə aqreqat halında olur? Qaz. Z qaz aqreqat halındaymış. Z qaz aqreqat halındadır, yadımızda saxlayaq. X-ə baxırıq, müsbət 25 artıq bu tərəflərdə bir yerdə yerləşəcək görə. Deməli, burada yerini səhv yazmışam. Diqqətsizlik. Bura bərk olur, burada qaz olur. Müsbət 25-də deməli X nəymiş? Bərk aqreqat halındadır. Y-ə baxırıq, müsbət 25 orta bir yerə düşəcək. Burada bilirik mayedir, bura qaz, burada bərk. Ona görə hansı aqreqat haldadır? Maye. X bərkdir. Maye olan Y-dir. Z də qazdır. A variantı doğru cavabdır. 35-ci sualda bütün bu yazdıqlarımızı silək. 35-ci sualda hansı maddənin aqreqat halı digərlərindən fərqlidir? Kalsium bərkdir, arqon qazdır, qrafit bərkdir, yod bərkdir, ağ fosfor bərkdir. Yodu uşaqlar mənə deyir, müəllim, bəs biz evdə yod görürük, maye haldadır. Uşaqlar, o gördüyünüz yodun spirtdə məhluludur. Ona görə o maye hal demək deyil. O bir məhluldur. Fərqlidir dediyinə görə arqonu götürürük, çünki arqon qaz halındadır.